tənha qalmış sərkərdə. Haris, Mervan geldi.
Hoş gelmişsin Serdar. Buyur. Doğrusu, əmirdən qabaq özümü küfiyə çatdırdığıma görə xoşhalam. Bilmirsən yolda başıma nələr gəlib. Gecə gündüz qasidlər kimi at qovmuşam. Bədənimdə taqət qalmayıb. Məyər sən əmirlə bir yerdə deyildin. Yox. Mədiniyə qasid gəlib xəbər gətirdi ki, əmir Kufə yolundadır və tezliklə ona qoşulmağımı istəyir. Səni də Kufəyə çağırıb. Bəli. Nə olub? Səncə nə baş verib? Heç nə bilmirəm. Yoxsa yenə döyüş var? Nə bilim. Əmir şəhər darvazasından elə də uzaqda deyil. Necə onu görməmsən? Ordusunu gördüm. Başqa tərəfdən gəlirdilər. Ona görə fikirləşdim ki, sizin yanınızda olub, əmirlə xüsusi görüşdən çəkinəm. Çünki bilmirəm əmirin halı necədir. Görəsən nə səbəb olub ki, əmir belə tələsik Kufəyə gəlir? Mən də sənin kimi həqiqətdən xəbərsizəm. Allah and olsun ki, əmirin Kufəyə gəlmə xəbərini eşidəndən bəri gözlərimə yuxu getməyib. Əmir əl-Möminin elə indi şəhər darvazasından daxil oldu. Yaxşı. Tezliklə hər şeyi yəqin ki bilərik. Salam olsun müsəlmanların başçısı və əmir əl-Mömininə. Kufəyə xoş gəlmişsiniz əmir. Kufəyə xoş gəlmişsiniz əmir. Hoş gelmişsiniz Emir. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. İnanmıram ki, Kufə cəmaatı da siz böyüklərlə həmfikir olsun. Bir onların sifətinə baxın. Heç səs-küydən, şadlıqdan xəbər yoxdur. Kufə cəmaatı əmirin qəfil gəlişindən təəccüblənmişlər. Aha. Səs-küy salın, şadlanın, qışqırın. Müğeyrə. Bu evlərdən hansı Əli ibn Əbu Talibin evidir? Yadımdan çıxır. Bax o.
Bizi gösterdi. Yox, inanmıram. Həsən İbni Əlinin evini göstərirdi. Ali İbni Əbu Talib və Həsən İbni Ali o evdə yaşayırdılar. Bəs hakimiyyəti harda idarə edirdilər? Elə orada. Orada. Hı. Deməli, əslində o ev Kufənin xilafət evidir. Heç bizim saraydan geri qalmaz. Demək istəyirsən, indi sən o evdə yaşayırsan? Xeyr, əmir. Əmir İbni Hüreysin evini xilafət evi olaraq seçib orada məskən salmışam. Yəqin münasib yerdir. Burada o ev yeganə münasib yerdir. İcazə verirsiniz. İcazə verdilər. Gör Əbu Süfyanın oğlu özü üçün nə həngamə, nə dəbdəb açıb. Bəs nə bilmişdin? Səncə onun Əli Mürtəza və Həsən İbni Əli ilə düşmənçiliyi axirətə görədir? O elə bunu istəyirdi də. İran və Rum şahlarının cahcalalı onun gözünü tutmuşdu. Xoş gəlmişsən. Necəsən qoca? Sayənizdə yaxşıyam. Əmir İbn Hüreys və Həccar İbn Həbcər, mənim köhnə dostlarım. Necəsiz? Vəziyyət istədiyiniz kimi gedir? Gecə-gündüz əmir üçün dua eləyirik. Yaxşıdır. Elədiyiniz müamilədən razı qaldınız? Muamilə? Bəli, müamilə. Siz məndən Həsən İbn Əlinin arasından məni seçdiniz və əvəzində çoxlu mal-dövlət əldə etdiniz. Yaxşı müamilə idi, elə deyil? Bax, diqqətli olun. Qarşıda yeni bir müamilə, intizarınızda isə kalan var dövlət var. Qoymayın əlinizdən çıxsın. Doğrudan əmr, öz evini mənim valimin ixtiyarına verdiyinə görə minnətdaram. Bizim nəyimiz varsa hamısı əmirin başının sədəqəsindəndir. Evin pulunu alıb, Bəli, əmir. yəqin ki, 2 qat hesablayıb. Ölməyib axır ki, siz 3 nəfəri öz tərəfdarlarım sırasında gördüm. Biz uzun müddətdir ki, əmirə nökərçilik edirik. Sevinirəm ki, siz 3 nəfərin siması Kufə cəmaatına bənzəmir. Doğrudan, bəs dostlarınızın qalanı hardadır? Oradadılar. Cəmaatın arasındadılar. Və Əmir əl-Möminini görməyə çox sevinirlər. Elədir. Başqa sözlə desək, məni görməkdən narahatdılar. Allah eləməsin. Cəmaat gözləyir. Ey Kufə cəmaatı! Neçə vaxtdır ki, siz İraq cəmaatından mənə əmirlərimdən boyun qaçırmağınız haqda xoşa gəlməz xəbərlər çatır. Mən dözürdüm və ümid eləyirdim ki, bu işlərinizdən əl çəkib düz yola qaydasız. Bir neçə ay bundan qabaq elə bu şəhərin məscidində Həsən İbn Əli ilə sülh danışığına oturanda sizlərə öz hüccətimi tamamlayıb bildirdim ki, hətta xoşunuz gəlməsə də, ürəyinizcə olmasa da, mən sizin rəhbərinizəm. Dedim ki, əgər fitnə törətsəz, çoxlu qanlar axıdılacaq. Sizlərdən yerə töküləcək qanların isə nə dünya xeyir olacaq, nə də axirət savabı. Sizə bildirdim ki, məsləhətiniz mənim istədiyim 3 şeydədir. Vergiləri vaxtında ödeyin,
Döyüşçülərinizi istədiyim vaxt ordu düşərgəsinə yollayın və ən əsası da odur ki, mənə tabe olub, itayət eləyin. Amma bu müddət ərzində siz elə işlər görmüsünüz ki, mən sizlərlə mehriban, nəzakətli və səxavətlə davrandığıma görə çox peşiman olmuşam. Hər gün sizlərdən bir dəstə buranın künc bucağında itaətsizlik eləyir. Hər gün mənim valilərimin tabeçiliyində olan sərkərdələr sizlərin hücumlarına məruz qalırlar. Elə bir vaxt yoxdur ki, Küfədə yeni bir çaxnaşma baş verməsin. Bəsrədə bir anda olsun sabitlik yoxdur. Mədinə üsyançıların atəşində od tutub yanır. Mən möminlərin əmiri və cəmaatın can və malını qoruyan bir şəxs kimi bunlara göz yuma bilmərəm. Bundan artıq mən daha dözə bilmirəm. Vəziyyətin bu cür getməsinə yol vermək olmaz. İndi mən daha İraq torpaqlarında baş verən üsyanlara dözə bilmərəm. Buna görə də əziyyətə qatlaşıb özümü Dəməşqdən bura getirmişəm ki, sizin hamınıza bildirim. Əli Mürtəzanın bu şəhərə gəldiyi gün nədənsə yadıma düşdü. Payı piyada, qılınsız və zirəhsiz, atın yüyənini də əlində tutmuşdu. Atın belini isə yəhər əvəzinə çul atmışdı. Darvazadan kənarda yerə enib, hamıya da yerə enməyə əmr etdi. Buyurdu ki, bu qədər atlının şəhərə girməsi cəmaatı qorxuda bilər. Həsən İbni Əli ilə bağladığım əhd-i peymana... İndi bu alçağa bax ki, onun yerində müsəlmanların xəlifəsi olmaq istəyir. Hamı bilsin ki, o sülh müqaviləsi bir tikə dəridən başqa bir şey deyil. Yazıb imzaladıklarımı ayaq altına atıram. O sülhnamənin bütün şərtlərini etibarsız sayıb ləğv eləyirəm. Və heç bir şərtinə, heç bir cümləsinə belə əməl etməyəcəyəm. Həsən İbni Əlinin tərəfdarları, xəvaric və üsyankarlar bilsinlər ki, daha itaətsizlik dövrü arxada qalıb. Bilsinlər ki, mallarını halal, qanlarını isə mübah elan eyləmişəm. Onları elə bir günə salım ki, heç vaxt yadlarından çıxmasın. Bundan sonra isə hamı mənə İtaət etməlidir və başqa şey ola bilməz. Vəssalam. Əmin idim ki, sülhnamə əməl etməyəcək. Amma ağlıma gəlməzdi ki, cəmaatın hüzurunda əhdin danmasını bu cür etiraf etsin. Görəsən onu bu işə nə vadar eləyib? Əminəm ki, bizimlə Əbu Süfyanın oğlu arasında yeni bir mübarizə dövrü başlayır. Bizlərdən birimiz mütləq Həsən İbni Əlinin yanına gedib onu Muaviyyənin sözlərindən xəbərdar etməliyik. Hə, sən get. Mən burada qalıram. Oğlanların səni mənə tapşırırlar. Şıltaqlıq eləmə, cavan, get. Şıltaqlıq deyil, mən burada qalacağam. Yaxşı, başqa çarə yoxdur. Onda sizlərdən biri getsin. Səyid, yaxşı olar ki, sən gedəsən. Biz burada qalaq ki, təzə xəbərlər öyrənək. Tezliklə Mədinədə sizə qoşularıq. Yaxşısı budur, darvaza bağlanmamış şəhərdən çıxasan. Hərb.
Ağlayırsan? İndi yaxşı başa düşürəm ki, niyə görə Həsən İbn Əli o cür şəraitdə bununla sülh bağladı. Kufə cəmaatına baxın. Onların üzündə peşmançılıq görmürsüz? Görmürsüz necə matəmə qərq olublar? Fikirləşmirsiniz ki, onlar da indi Əli Mürtəza və Həsən İbn Əlini xatırlayırlar. Həsən İbn Əli bu işi ona görə elədi ki, rahatlıq sevən bu cəmaat naşükürlüklərini və dünya pərəstliklərini öz gözləri ilə görsünlər. Və o elə bir iş gördü ki, Muaviyyənin əsl üzü açılıb hamıya məlum olsun. Ey Şimir, nəsə nigaransan? Fikirləşirəm ki, tərəfdarlarımızın saysız suallarına necə cavab verək? Biz əmirin mərhəmətini söz vermişdik. İndi isə belə sözlərlə... Sərdar, səndən soruşuram. Bu bir neçə ayda bizdən hər hansı itaatsizlik görmüsən? Bir dənə də olsun göstərə bilərsən ki, biz əmirin məsləhətinin əksinə olan bir söz deyək? Mən Mədinənin hakimiyəm və Allaha şükür olsun ki, orada müxaliflər yoxdur. İndi sizin itaət edib etmədiyinizi Müğeyrədən soruşmaq lazımdır. Biz hal-hazırda Müğeyrə ilə çox sıx əlaqələr yaratmışıq. Bir çox təhlükələr bizim vasitəmizlə sovuşub. Bir çox çaxnaşmaları məhz bizim tərəfdarlarımız sakitləşdiriblər. Bizim xidmətlərimizi hamıdan çox Müğeyrə özü yaxşı bilir. Bəs nəyə görə indi Əmir əl-Möminin bizi ittiham eləyir? Düşünürəm ki, bu sözdə məqsədin əmirdə xəta tutub sözlərinin səhv olduğunu bildirmək istəməyin deyil. Əstağfurullah, Allah eləməsin. Məqsədim odur ki, biz əmirdən mərhəmət gözləyirdik. Əmir əl-Möminin Qoy həqiqəti deyim, Sərdar. Əmir əl-Möminin İraq müsəlmanları ilə onlara layiq olmayan tərzdə danışdı. müsəlmanlar? Hansı müsəlmanlar? Sən müsəlmansan İbn Ümeyr. Sərdar, müsəlmançılıq məsələsi deyil. Əmir əl-Mömininə xidmət məsələsidir. Sərdar, elələri var ki, ata-babasını peyğəmbər qovmuşdu. Amma indi Əmir əl-Mömininin ən yaxın adamlarındandılar. Sən məni nəzərdə tuturdun, əbləh it balası. Bəsdir, qutarın. Əmir bir neçə addımlığınızda yatdığı halda siz dava eləyirsiniz? Sən səsini kəs, hiləgər yalançı. Mənim üstümə kəkələnirsən? Elə bilirsiniz, sizi tanımıram. Siz bu alçaqlardan da betərsiz. Siz bir tərəfdən Həsən İbn Əli ilə oturub dururdunuz, digər tərəfdən də dəyərsiz xəbərlərinizi tacirlər təki bizə satırdınız. İndi isə əmir elə yaltaqlanırsınız ki, elə bilir sizin qohumunuzdur. Əmir əl-Möminin bugün sizin hamınızı itaətsizlikdə ittiham etdi. Mən də əmirin ən yaxın və vəfalı dostu kimi mühakiməsinə şübhə eləmirəm. Və əgər icazə versə, dərhal siz hiyləgərlərin hamısını qılıncdan keçirirəm. Əmir əl-Möminin sizi gözləyir.
Ümidvaram ki, Əmir əl-Möminin artıq yorğunluğunu çıxarıb. Elə çox da yorğun değildim əmoğlu. Fəqət istəyirdim ki, bir qədər Müğeyrə ilə tək oturub vəziyyətin gedişindən xəbərdar olum. Əmirin bugünkü söhbəti həqiqətən də çox aşkar idi. Doğrusu, mən neçə vaxtdır ki, bunu gözləyirdim. Və Allaha şükür ki, Əmir bugün bunları dilinə gətirərək, bütün xainlərin və yaltaqların məsələsini aydınlaşdırdı. Nə olub Mərvan? Qılınc itirəmisən. Olmaya burada olan dostlarımıza işarə edirsən. Buradakı dostlara və burada olmayan düşmənlərə. Sevinirəm ki, bundan sonra Əmir əl-Möminin əsl dostları ona yaltaqlanmağa məcbur deyirlər. Mərvan, burada olanların hamısı mənim əsl dostlarımdılar. Bunu bil. Hətta bu münafiqlər də. Onlar daha münafiq deyillər. Əksinə bizim dostlarımızdılar. Düzdür, Şimr? Bəli, əmir. Biz cani dildən dostuq və Əmir əl-Mömininə nökərik və onun İraqdakı ən yaxın müttəfiqləriyik. Buna mən əminəm. Bəs Əmirin bugünkü sözləri? Mənim bugünkü sözlərimin başqa səbəbləri vardı ki, indi deyirəm. Elə buna görə səfər yorğunluğuna razı olub, səni də Mədinədən bura çağırmışam. Bu andan etibarən hamınızın məsələsi aydın olsun deyə, sizə deməliyəm ki, Əmir İbn Reis və Həccar İbn Əccər də bizim köhnə dostlarımızdılar. Yaxşı olar ki, hamımız Əmir əl-Möminin sözlərini səmimi qəbul eləyək. Şimr, Əşəs və İbn Meyr də bizim hazırki müttəfiqlərimizdirlər. Evinizin nökərləriyik, Əmir. Müsürdəki əzizimizdir. Xidmətçinizəm, Əmir. Müğeyrə və Mərman isə vəfalı dostlarımız, Kufə və Mədinədəki valilərimizdirlər. Əmir əl-Mömininin ömrü uzun olsun. Mənim gözümdə siz hamınız eyni səviyyədə hörmətlisiniz. Bundan sonra isə mənə yaxın və ya uzaq olmağınız necə itaət etməyinizdən və indi verəcəyim əmrlərə necə münasibət göstərəcəyinizdən asılı olacaq. İraqda itaatsizlik və üsyankarlıq haqda dediklərim yalnız bir bəhanə idi. Heç olmasa öz vəfalı dost və müttəfiqlərimin yanında etiraf edə bilərəm ki, bu həqiqət deyildi. Nə Kufədə, nə Bəsrədə, nə də ki Mədinədə heç bir üsyan zad baş verməyib. Amma Həsən İbni Əli ilə imzaladığım əhdnamə haqda dediklərim həqiqət idi. Və mənim fikrim yoxdur bundan sonra o əhdnaməyə əməl eləyim. Əsl məsələ bax budur ki, mən qərara gəlmişəm, Yezidi özümə canişin təyin eləyim. İstəyirəm ki, bu işin müqəddiməsini bacardığım qədər tez görüb, onun qarşısında olan maniyələri öz sağlığımda aradan götürəm. Və onun gələcək hakimiyyətinin əsaslarını indidən möhkəmlədəm. Bu işdə siz vəfalı dost, tərəfdar və müttəfiqlərimdən də kömək gözləyir və tələb edirəm. Axı, əmir, siz söz verdiniz ki, özünüzə canişin seçməyəcəksiniz. Yaxşı qulaq asmamısan Müğeyrə. Dedim ki, o əhdnamə artıq etibarsızdır. Cəsarətdir, əmir. Biz də heç gözləmirdik ki, siz o əhdnamədə yazılanlara əməl eləyəsiniz. Amma məncə bu işin hələ çox vaxta ehtiyacı var. Yox, Həsən İbni Əlinin istədiyi də elə budur. Heç kim öz ölümündən xəbərdar deyil. Mən bu dünyadan getməzdən qabaq, hakimiyyətin öz sülaləmdə möhkəmlənməsini görmək istəyirəm. Həsən İbni Əlinin bir çox tərəfdarları var ki, əmirlə sülhə yalnız ona itaət eləmək xatirinə razı olublar.
İndi isə bu xəbəri eşidən kimi dərhal qılınc əl atacaqlar. Siz də qılınc götürün. Tutun onları. Ələ keçirin, mütləq qətlə getirin. Bacardıqca çalışın, hücumlarınızı qəfildən eləyəsiz. Özlərinə gəlib qüvvələrini toplamazdan qabaq, üstlərinə hücum eləyib, hər birini qılıncdan keçirin. Qəbilə başçıları və qüreyş böyükləri ilə deyiniyək. Səd ibn Əbi Vəqqas, Abdullah ibn Ömər və Abdullah ibn Zübeyir kimi tanınmış sərdarlara nə deyək? Sözsüz ki, onlar əmirin oğlu ilə beyyətə razılaşmayacaqlar. Hədəliyin, şirinlikləndirin. Bir xeyri olmasa, gizlində öldürün onları, məhv eləyin onları. Bu işimizin ən əsas mərhələsidir. Bax, burada öz bacarıq və ləyaqətimizi nümayiş etdirməliyik. Bəs Həsən ibn Əlinin özünün neyniyək? Yaxşı dedin Mərvan. Bəs Həsən ibn Əlinin özünü neyniyək? Sözsüz ki, o sakit oturmayacaq. İndi mənim adamlarımdan biri Mədinədə onun yanındadır. Zahirdə Allah, Quran, Peyğəmbər sünnəsindən danışır. Dini təbliğ eləyir. Amma hiss eləyirəm ki, hər bir sözü bizə tərəf atılan oxdur. Məyər sən başqa cür gözləyirdin? Ətrafına çoxlu adamlar toplaya bilib. Və günbəgün də onların sayları artmaqdadır. Özü də artıq onlar bizim cemaat namazımızı kölgədə qoyublar. O əhdnaməni imzaladığından elə bu fikirdə olub. Onunla nə eləmək olar? Nə bir iş görür, nə də ki, zahirdə bizim əleyhimizə bir söz danışır. Düzdür. Başa düşürəm nə deyirsən həmi oğlu. İndi səndən bir sualım var. Səncə biz ona nə eləyə bilərik? Nə bilim. Yaxşı fikirləş. Onu öldürüm? Yox. Biz əlimizi Peyğəmbər balasının qanına batıra bilmərik. Ola bilər ki, o öldürülsün. Amma bizim əlimizdən yox. Bəlkə də qatil onun öz yaxın adamlarından, tərəfdarlarından biri olsun. Belə olduqda artıq bizlik iş yoxdur. Elə deyil. Nə deyim? Yaxşı fikirləş, əmoğlu. Əminəm ki, bir nəticəyə gəlib münasib çıxış yolu tapacaqsan. Mən Həsən İbni Əlini sənə tapşırıram və səbirsizliklə işin nəticəsini gözləyəcəyəm. Doğrudan müğeyrə, indi Həsən İbni Əlinin evində bilmirsən kimlər yaşayır? Hər yeri yaxşı-yaxşı axtarın. Qeys, gəl dalımca. Nə olub? Gəl. Gəl gör nə baş verir.
Qapını sındırın. Sındırın deyirəm sizə. Ev mühasirədədir. Sən oyaq idin. Hə. Yuxum gəlmirdi. Neyniyək Haris? Qaçaq yoxsa döyüşək? Əvvəl çalışarıq qaçaq. Əgər alınmasa onda döyüşəcəyik. Yaxşı. Dərhal özümüz məkidə yetirək. Gedək. Tələs. Gəlin. Tez olun gelin. Bu tərəfdən gedin. Tez olun, sındırın qapını. Sındırın deyirəm, tez olun. Ne oldu? Sındırın. Haris. Niyə dayanmısan? Gedək. Mən burada qalıram, siz gedin. Haris. Siz gedin. Mən onları saxlayaram. Gedin. Tələsin. Düz deyir, sən get. Sən niyə qayıtdın? Get. Axı oğlanların səni mənə tapşırıblar. Mən də qalıram. Hər. Mən qalıram. Reis, sən get. Nə qədər ki gec deyil, çıx get. Get. Heç olmasa sən get. Sən Həsən İbn Əlinin sərdarısan. Sən onların əlinə düşməməlisən. Get. Bizim də salamımızı Həsən İbn Əliyə çatdır. Yaxşı. Gedirəm. Salamınızı çatdıraram. Ehtiyatlı olun. Muğayət olun. Hər yeri axtarın. Tez. Bir zərbə ilə həlak elədim onu. Gedək, gedək.
Allaha and olsun ki hiylə işlətdiniz. O Dəməşq iti ilə əl-ələ verib min bir kələklə bizi allatdınız və onun nökərçiliyinə vadar elədiniz. Bugün hamımız gördük ki, Hindənin oğlu bizi necə mükafatlandırdı və layiq olmadığımız sözləri dedi. Sözlərini birbaşa bizə ünvanlamışdı. Elədir, doğrudur. Sakit olun. Müsəlman deyilsiz. Peyğəmbərimiz heç vaxt qəzəblənməzdi. Sakit olun. Necə sakit olaq Zilcövşənin oğlu? Sən, bu alçaq əşşəz və o kələşbəz İbni Ümeyr Allahın və məxluqatın içində hiylə işlətdiniz. Siffeyində siz 3 nəfər idiniz ki, İraq cəmaatının beyninə həkəmiyyət fikrini saldınız. Əşşəslə İbni Ümeyr canlarının qorxusundan Müaviyyənin qabağından qaçdılar. Bizi isə sən Əbu Turabın əleyhinə qaldırdın. Sən! Yəqin bilirəm ki, Həsənin də taleyi siz 3 nəfərin əlində dolaşığa düşüb. Boş-boş danışırsan kişi. Həsən İbni Əli mənim kürəkənimdir. Qızım Cəda onun evindədir. Deyirsən kürəkənimi atıb Müaviyyəni seçim? Mənə bax Əbilhür. Elə danışırsan ki, güya hər şeydən xəbərsizsən. Həddi buluğa çatmamış uşaq kimi günahdan məsumsan. Dəli olmusan kişi. Mədayində Həsən İbn Əlinin əleyhinə qalxıb çadırlarını odvuran kim idi? Sən deyildin ki, bir əlində qılınc, digər əlində də məşəl tutub Həsən İbn Əlini axtarırdın ki, qətlə yetirəsən? Hə? Bəli. Çünki sən alçaq bizi qızışdırıb qışqırıq saldın ki, o Hindənin oğluyla sulh bağlamaq istəyir. Yalan demişəm? Bəli, yalan demisən, yalan demisən. Biz yaxşı bilirik ki, sən Əşhəs və Şimir bütün bunlardan qabaq Maviyə beyyət əli uzatmısınız. Düz deyir. Biz hamımız bilirik. Bəli, bilirik, Hamımız bilirik. Bəli, hər şeyi bilirik. Gəlin gedək. Dayanın. Yaxşı, nə istəyirsiniz? Döyüş. Döyüş? Kimlə döyüş? Evinizdə olan orduyla? Hansı silahla? Hansı güclə? Bir neçə yüz yaralı kişi ilə Muaviyyənin döyüşünə gedək. O bütün İslam məmləkətini ələ keçirib, hər şəhərdə ordu toplayıb, Qartal pəncəsindəki qarışqaya bənzəyirik. Muaviyyə İraq ordusunun qarşısında aciz qaldığı gün sənin hiləni aldandıq, alçaq kaftar. Amma indi döyüşəcəyik. Mütləq döyüşəcəyik. Sən mənimlə belə danışırsan? Bəli, səninlə. Gedək bu evdən. Gedək. Çəkin qılıçlarınızı. Əgər cürətiniz varsa çıxarın qılıçlarınızı. Gəlin. Muaviyyənin əskərləri? Bəli, Əmir əl-Möminin, Müaviyyət ibn Əbu Süfyanın əskərləri. Bəs nə bilirdiniz? Elə bilirdiniz ki, qoyacağıq bu evdən çıxıb səsküy salasız? Gərək bizim sözümüzü qəbul eləyəydiz. Biz Əmir əl-Mömininə söz vermişik ki, bütün qiyamları yatırdacağıq. Bəs başqaları ilə neynəyəcəksiniz? Yüzlərlə adam bizimlə həm fikirdir. Növbə ilə. Yavaş-yavaş. Onlar da sizin kimi cəhənnəmə vasil olacaqlar. Sağdır. Bəli, əmir. Hələ nəfəs alır. Mənim həkimimə xəbər eləyin. Burada da əmir. Xidmətinizdədir. Sağ qalacaq, Nə deyim, bilmirəm. mütləq yaşamalıdır. Bütün bacardığımı eləyəcəm. Heç nəsirgəmərəm. Bu bəs deyil, o ölməməlidir. Bildiz kimlər idi? Deyəsən Qeys İbn Sədlə Səid İbn Qeys evdə yaşayırdı. İndi qaçıblar. Bir nəfər öldürülüb, onu tanımırıq. Birində biz tutmuşuq, amma özünü Haris kimi tanıtdırıb. Bəlkə də yalan deyir. Əmr elədim ki, cəsuslara xəbər versinlər. Bəlkə onu tanıya bildilər. İndi hardadır? Elə burada. Sarayın həyətində onu zəncirlə bağlayıblar.
Hüsr ibn Ərtadı niyə vurdunuz? Bəs məsciddə o bizə niyə hücum elədi? O öz vəzifəsini yerinə yetirib. Biz də öz vəzifəmizi yerinə yetirmişik. Adın nədir sənin? Əvvəl demişəm, Haris. Haris. Məni tanıyırsan? İndiki vaxtda hamı səni tanıyır. Bəs niyə təzim eləmirsən? Mən yalnız öz Mövlamın qarşısında təzim edirəm. Mən sənin mövlan deyiləm. Sən sadəcə Mavət ibn Əbu Süfyansan. Bəs sənin mövlan kimdir? O şəxsi Süffeyndə sən və əmin oğlu Mərvan onun Zülfüqarın dadını görmüsünüz. Sən Siffeyində də olmusan? Bəli. Onda əlini yaxşı tanıyırsan. Yox, Tanımırdın? heç kim əlini yaxşı tanıya bilmədi. Düz deyirsən. Əli illərlə əsl simasını cəmaatdan gizli saxla. Çox gözəl. İndi əgər cəmaata desən ki, o binamaz olub, səni buraxaram. Hamıya deyəcəyəm ki, sən yalancısan. Deməli, məni yaxşı tanıyırsan. Yox, sənin haqqında əminliklə yalnız bunu deyə bilərəm ki, sən ciyər yeni hindənin xələf oğlusan. Və anan kimi sənin də yerin cəhənnəmdir. Əmir, axı niyə bunun təqqirlərinə dözməliyik? İcazə verməyin. Təmkinli ol, Mərvan. Ona görə belə danışır ki, bilir əlimizdən qutaran deyil. Ölümünü gözünün qabağına gətirib. Yəqin bil ki, əgər bir zərrə bizim mərhəmətimizə ümid olsaydı, bu saat it kimi əl-ayağımızı yalamağa başlayardı. O xəvaricdən olan bərəki yaddan çıxarmısan. Məni yaraladı, sonra... Əbu Süfyanın oğlu. Mən xəvaricdən deyiləm. Əksinə Əli ibn Əbu Talibin əsl şiyyəsiyəm. Allah qəbul edərsə, Həsən ibn Əlinin əsl dostlarından biriyəm. Əgər bilmək istəyirsənsə, sənin mərhəmətinə nə qədər ümidim var, deyirəm. Mən və oğlanlarım Əli Mürtəzanın əmri ilə neçə il Dəməşqdə qalıb yaşadıq ki, onu sənin bütün işlərindən xəbərdar edəyək. Rəşid, o böyük şəhid, mənim istəyimlə sənin zindanda işləyirdi. O İranını, hərbi sənin sarayının zindandan mənim iki oğlum qaçırtdı. Elə onlar idi ki, sənin cəsuslarından ikisini dərhal tanıyıb birini cəllada tapşırdılar. O birisini də öz əlləri ilə cəhənnəmə vasil elədilər. İndi istəyirsənsə, yenə də öz bəxşişindən, mərhəmətindən, əmirliyindən dən vurub, məni xəvariclə bir tuta bilərsən. Aparın onu. Sabah şəhər meydanında, cəmaatın gözü qabağında boynunu vurun. Filmin sonu. Film Təkamül Tərcümə Mərkəzində tərcümə olunub. Filmi tərcümə edənlər: Ceyhun Cəfərov, Yusif Bağırov, Kamran Nəcəfov, Mais Ağaverdiyev. Film 2007-ci ildə AGP Production-in nəzdindəki səs yazma studiyasında dublyaj olunub. Dublyajın rejissoru Vüqar Camalzadə, Mahir İbrahimov, səs rejissoru Eldar Məmmədov, redaktor Kamran Nəcəfov. Dublyajda iştirak edirlər: Rasim Balayev, İlham Əskərov, Hacı İsmailov, Səidə Quriyeva, Almaz Amalova, Pərviz Bağırov,
Məzahir Cəlilov, Kazım Abdullayev, Rəşid Səməndər, Sabir Məmmədov, Rafiq İbrahimov, Qədir Hüseyin İsmailov, Vüsal Murtuzəliyev, Samir Qulamov, Sərdar Rüstəmov, Mahir Birişli, Ramil Zeynalov və başqaları.